siz məni yad edin ki, mən də sizi yad edim. Mənə şükür edin, mənə küfr etməyin. İnsanlar elə güman edirlər ki, təkcə iman gətirdik demələri ilə onlardan əl çəkiləcək və onlar imtihan edilməyəcəklər. Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. Cənnət əhli od sakinlərini səsləyib deyəcəklər: biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü? Onlar, bəli deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: Allahın lənəti olsun zalimlara. O kəslərə ki, insanları Allah yolundan saptırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər. Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxartmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Heç bir şey barəsində mən onu sabah edəcəyəm demə. Ancaq inşallah de. Unutduğun zaman Rəbbini yada salıb, ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin de. Biz Qur'anı haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən bir elçi kimi göndərdi. Qur'anı insanlara aramla oxuyasan deyə, biz onu hissələrə ayırıb, tədriclə nazil etdik. De ki, istər ona inanın, istərsə də inanmayın. Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah itayətkar qullarına təşəkkür edəndir, biləndir. De ki, özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötürü özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun. Ey Rəbbim, məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz, duamı qəbul edin. Ey Rəbbimiz, haqq hesab günü məni, valideynlərimi və möminləri bağışla. Şübhəsiz ki, biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da bizik. Həqiqətən sizdən əvvəl gəlib gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik. De ki, əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin sözləri qurtarmadan öncə dənizin suyu qurtarardı. Yer üzündə təkəbbürlə gəzmə, çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. Bütün bu qadağan edilmiş pis əməllər Rəbbinin xoşuna gəlməyən şeylərdir. Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir. O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, ahirətdə də həm ona məxsusdur. Hökm onundur və siz ona qaytarılacaqsınız. And olsun alovlanan dənizə, Rəbbinin əzabı hökmən vaqe olacaqdır. Heç nə onun qarşısını ala bilməz. O gün
göy şiddətlə sarsılacaq, dağlar da hərəkətə gələcəkdir. O gün vay halına haqqı yalan sayanların, o kəslər ki, yalan bataqlığında əylənirlər. Biz göyü qüdrətlə yaratdıq və biz onu genişləndiririk, yeri də biz döşədik. Nə gözəl döşəyənlərik biz. Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə düşünüb ibrət alasın. De ki, Allaha tərəf qaçın. Mən sizi onunla açıq-aşkar qorxudub xəbərdar edənəm. Allahla yanaşı başqa bir məbud qəbul etməyin.